Göyçayın fəxri. Nəinki Göyçayın fəxri, Azərbaycanın fəxri, Azərbaycan polisinin fəxri. Ermənilərin qorxulu röyəsi olan Qara Rəşid Göyçaylı olubdur. Yeganə adam olubdur ki, ermənilər onun başına 5 milyon pul qoymuşdular. 5 milyon pul qoymuşdular. Bunu mənə əvvələn Nadejda İsmailova onun haqqında sənədli film çəkibdi. Ondan baxıb bilirəm. Sonra həmin adamla biz yeri idik, məndən 7-8 yaş böyük olsa da dost idi, sonra da qohum olmuşuq. Bunlar başqa mövzunun söhbətidir. Əsas diqqəti oraya yönətmək istəyirəm ki, bu orada Cəbrayılda polis rəisi olan vaxtı bu artıq ermənilər yavaş-yavaş irəliyə gəlirlər, kətləri tuturlar, neyirlər. Ordu yox, bir şey yox. Polisdən, Azərbaycan polisindən, milisindən, hələ o vaxt milisi idi. Ordu düzəldir. Bir dənə BMP deyilən bir hərbi texnika var. Ona top düzəldir. Topu da ona Beyləqan rayonunun prokuroru Ramiz Cəfərov, Göyçaylı Ramiz Cəfərov apazdırıb verdirir ona. Onun üstünə düzəldir. Tək ondan 8-ci sinifdə oxuyan oğlu yanında və polis işçiləri ondan ermənilərin üzərinə hücuma gedir, vuruşur. Bununla istilər öldürsən öldürə bilmirlər. Bir dəfə nə olur? Bir dəfə 2 Azərbaycanlı qadını əsir götürürlər ermənilər. O vaxtı bu əsəbləşir, istəyir, vermirlər. Gedir, girir. Bir var ki, azad edirsən, bir də var gedir. 14 erməni kəndini, indiki o vaxtki Mardaket rayonunda 14 erməni kəndini tutur. Əhali qarşı hamısını əsir götürür. Sonra Bakıdan buna təzyiq göstərirlər ki, sən nə edirsən filan, hədəliyirlər, edirlər. Bu deyir ki, düzgün eləmirsiniz da, ordu yox, gəlsin, vuruşsun, getmişəm, verməyəcəm. Axır buna məcbur edirlər ki, kəndi ver, qayıt yerinə. Amma durur gedir. Mardaket rayonunun düz mərkəzinə, yanında köməkçisi ilə, gedir köməkçisi ilə. Gedir, eşidir ki, Mardaket rayonunun rəisinin adı təxminən belə olubdur, Seryoz olubdur. Axtarır bunu, deyirlər, falan yerdə yiyib içir. Gedir, çıxır ora. Görünür, Rəşid gəldi, öz ayağına 5 milyon pul qoyulur, dedim başına. Öz ayağına gəlsin, gəlib, bunlar dururlar, qalxırlar ayağa, deyir, oturun. Adətən 24 saat vaxt verirlər, mən sizə 3 saat vaxt verirəm. O 2 qadın, 3 saata təhvil verilməsə, 100 erməni qızını verəcəm adamların əlinə, həmin adamların qolunların əlinə. Rəşid, eləmi tanıyırlar da bunu, otur çörək yeflan, deyir, sizlə mən çörək kəsmərəm. Yaxşı, arağı istəyirək, arağı içərəm. Bir istəkən tinli arağı, götürür, içir. Bazısı ki, bunlar bir istəkən arağı piyan olurlar, o bir istəkən arağı içir, çıxır gedir. Orada çox işlər görür. Mən heç bir iddiası olmur, zat istəmir, amma hamısı qəhrəman deyirlər, xalq qəhrəman deyirlər. Hətta bir ara yaxınlaşır milli qəhrəman adına, o məqamda bunu İskəndər Həmidov hakimiyyətə gəlir, nazir gəlir, yazıqdır, çox əziyyət çəkib oradan, götürür, güya yazıq gəlir, götürür, qoyur Lənkərana rəis. Halbuki onun müdafiənin qrupdur, yaxşı, gözəl müdafiə qrupdur Ağdamda rəis olan var. Keçirdiblər Ağdama keçirdəndən sonra bütün o ətraf rayonların rəislər də buna tabi edir. Respublikadan gələn bütün polislər də, hamısı gəlirlər, bu bölüşdürür. Komandandır burada, komandan. Nazir də gedir oraya, onun yanına, onunla görüşür, şəkilləri var. Belə bir adamı, götürürlər, göndərirlər oraya. Bu uzun söhbətdir, danışmaq istəmirəm. Orada işləyən vaxtı, artıq Talıq Muğam Respublikasında o Əlikiram yaratmışdı, bir neçə gün idi. Gəlirlər bunu aparmağa ki, Əlikiram səni istəyir, deyir ki, Əlikiram kim, mən Əlikiram tanımıyorum, mənim dövlətim var. Əlikiram özü gəlir, deyir ki, dur gəl cinanım, mən səni tanıyıram. Sən igid adamsan, mən sənə bura rəis təyin edəcəm falan deyib, keç ara getmirəm, qummaran görürsən.
Çıxacam, heç nədən qorxmuram. Özümü də öldürəcəm, sizi öldürəcəm. Çıxın cəhənnəm olun gedin. Sənin də axırın pis olacaq. Bunlar gedirlər. Bunlar gedəndən 3-4 gün sonra əməliyyat keçirirlər, onlar tuturlar falan. Bunlar başqa söhbətdir. Sözümün canı nədir? O həlak olanda, müharibədən sonra Daxillər Nazirliyində şöbə rəisi işləyən vaxtı təsadüfi avtomobil qəzasında həlak olan vaxtı Cəbrayıl cəmaatı dağınıq yerlərdədirlər, hərəsi bir yerdə. Avtobuslarla, maşınlarla, ağlaşma ilə onların girməyi mənim indikimi gözümün qabağındadır. Ağlaşma ilə girmişlər yaz yerinə. Onun yaz yeri Potu kəndində, öz evi oradaydı. Orada ev itirmişdi. Neçənci ildə qəzaya düşüb? Bu 2001-ci ildə idi. 2001-ci ildə. 2001-ci ilin dekabr ayının 19-unda. Dəqiq, bəli. Həmin gün deməli həlak olmuşdu. Yaz bir həftə burada getdi, sonra orada Bakıda davam elədi. Nəsə bunlar, yəni belə bir adam az qala, düzdür, yazıblar, Abil Məmməd yazıbdır, başqa bir mənim iş yoldaşım yazıbdır, nə bilim, başqa qəzetlər yazıbdır, Nadejda xanım dəfələrlə gedibdir. Amma belə bir adamı, Azərbaycan polisin deyirəm, şərəfi, ləyaqəti o dövründə, o dövr üçün, belə bir adam Göyçayın özündə tanıyanlar artıq yeni nəsil tanımır. Onu tanıtmaq üçün gərək ki, insanlar iş görsünlər, bəzi şeylər edəsinlər. Yəni bu verilişin ola bilsin, biraz təsiri olacaq. Məsələn, yaxşı danışdınız onun haqqında, mən birinci dəfə deyişdim. Görsən məclisi... Rəyim kimi adam, televiziyasında olmalı. Sizin uşaqlıq vaxtınızda. Məsələn, o şəkilləri zaten görsən var. Var, şəkilləri var. Məsələn, haqsızlıq var oldu, bəzi şeylər, bu açıqlanmaq istəmirəm, çünki el adamlar var ki, onların istəmirəm. Məsələn, məzarı haradadır indi onun? Məzarı şeydə, nədir, Kürdəmiş kəndində, ata yurdundadır. Onun dəfninə Daxillər Nazirinin birinci mavini, idarə rəislər, generallar gəlmişdilər, hamısı, bütün Respublikanın rəisləri hamısı gəlmişdilər, hamısı iştirak edədilər. Demək olar ki, burada 6 gün dayanmadan adamlar axın gəldilər. 7 gün. Sonra o birisi dayandı. Cuma axşamını Bakıda nazirin göstərişi ilə, nazir özü cuma axşamı təşkil elədi. Bakıda bir yer var, Həmkarlar İttifaqının şey var orada, nədir, mərasim qalır orada. Nəsə, bu çox danışdım bu mövzuda. Yəni, belə insanlarımız, Göyçaylılarımız olubdur və bura əlbəttə ki, 2-ci Qarabağ, o 1-ci Qarabağ müharibəsi idi, onlardan bəzilərindən danışdım. Elton adında oğlan da, Ələsgəri də dedim, başqaları da var idi, bunlar qəhrəmanlıq göstərmişdilər. 2-ci Qarabağ müharibəsində də rəhmətli İhvidadi, bilirsiniz, onu tanıyırsınız. Ondan sonra Babək Səmidli ki, bunu bütün şərq tanıyır artıq, şərq ölkələrdən tanıyırlar. Bunlar Göyçayın adını uzaldan adamlar olublar. Yəni döyüşlərə qalma, yəni döyüşlər mənasında. İndi sağ olsunlar, indi Göyçayın rəhbərləri, başqa rəhbərçilər, başçı, əsasən daha çox rayon icra hakimiyyətinin başçısı cənab Orxan Mürsəlov, bir də Göyçay rayon polis şöbəsinin rəisi polkovnik cənab Müqalib Abdiyev tez-tez bunlara baş çəkir, bu ailələrə baş çəkir, şəhid ailələrinə, qazi ailələrinə baş çəkir. Göyçayda bu bir ənənə şəklini alıbdır, çox yaxşı əlamətdir bu. Yəni, unudulmalı olmur, yaxşı davam edəcəkdir, amma əvvəlkilər unudulmamalıdır. Yəni, Rəşid Məmmədovun, Qara Rəşid deyirlər, Qara Rəşid qara rənginə görə demirdilər, Qara buğday adam idi, Qara Rəşid, ermənilər deyirlər ona Qara Rəşid, Qara qorxu deməkdir. Qorxu Simonundur, qorxu Simonundur. Ermənilər Azərbaycan dilini bizdən yaxşı bilir, elə bizim bilməyir. Onlar həmişə bizim dildə danışıqlar da. Qorxu mənasında, yəni Qara Rəşid.